Salamlar, mən Jalə və Auro İlhamlandırır podkastını mənim təqdimatımda izləyəcəksiniz. Məqsədimiz sizə faydalı olmaq və ilhamlandırmaqdır. Bugünkü qonağım güclü iradənin, yaradıcılığın və qadın liderliyinin bariz nümunələrindən memarlıq sahəsində öz markasını yaratmış və yüzlərlə dizayn layihəsinə imza atmış Rəna Novruzludur. Salam, xoş gəlmisiniz Rəna xanım. Salam, xoş gördük. Mən sizi daha yaxından çox tanımaq istəyirəm. Instagram üzərindən aktiv şəkildə izləyirəm və çox ümid edirəm ki, bugünkü podkastda sizi daha yaxından tanıyacağıq. Elə birbaşa sualıma keçmək istəyirəm ki, Rəna Novruzlu kimdir? Ana, qadın. Sonra evlad, yəni anamın qızı. Nə gözəl. Sonra isə memar. Əsas olaraq özümü qadın və ana. Nə gözəl, çox maraqlı bir cavabdır. Biz bu günlər sizin memarlıq sahənizdə kəşf etmək istəyirik. Necə oldu ki, bu sahəyə gəldiniz? Hekayə hardan başladı? Dəfələrlə bu sualı mənə veriblər. Dəfələrlə də cavab vermişəm. Fərqli, amma məzmunu eynidir. Uşaqlıqdan belə inşaata marağım var idi. Amma atamda əlbəttə ki, uşaqlıqdan eşitmişdim ki, memar olmaq istəyirdi, amma olmadı. Yəni o vaxtı biraz başqa cür idi. Başqa cür deyəndə ki, indi də elədir. Evladlar valideynlərini, dayılarını daha çox belə deyək də bütün bir o vaxtı daha çox elə bir ki, böyük bir ailəni dayı ya kimsə də akademikdir, professordur, onlardan məsləhət alıb və öz yolunu davam edirdilər. Şükürlər olsun ki, indi biraz başqa cürədir. Yavaş-yavaş ona doğru gedir. Və ona görə də dedilər, getdi, oldu, memar ola bilmədi. Yəni ki, başqa ixtisasa olaraq mühəndis, radiotexnika və rabitə üzrə mühəndis oldu. Amma o sevgisini həyatının axırına kimi daşıdı və hələ bir ki, hardasa da genetik kodu da ötürdü. Çünki hər dəfə rəsm edirdi və sırf qrafika ilə memar kimi rəsm çəkirdi, insanları və s. Ona görə düşünürəm ki, atamdandır və bizdə ümumiyyətlə anam tərəfindən də, atam tərəfindən də memarlar çoxdur. Və nə gözəl ki, ailəniz sizi dəstəkləyib. Çünki memarlıq sahəsində bir balaca patriarxal cəmiyyəti nəzərə alaraq fikirləşmək ki, sonradan çalışacaqsınız tikinti sahəsində ki, o zaman da düşünürəm ki, bu qədər interyer dizaynda inkişaf etməmişdi sizin təhsil zamanınızda ki, valideynləriniz sizin gələcəyiniz interyer dizayner kimi də görsünlər. Yəni çox gözəl ki, valideynləriniz sizi dəstəkləyiblər və bu prizmadan sizə maneəçilik törətməyiblər. Doğru desək, bizim zamanımızda tamamilə başqa cür idi. Bizim valideynlərimiz bir o qədər qarışmırdı bizim ixtisasımıza. Yəni mənim seçimimdə heç kim qarışmayıb. Ona görə də heç universitetdən də xəbərlər yox idi. Mən fərqlənməklə bitirmişəm, o zaman da 5 il oxuyurdu. Ona görə də öz seçimimizdir. Nə məktəbə gedərdim mənim valideynlərim, nə heç zaman deməzdi ki, dərs oxu. Yəni biz özümüz oxuyurduq. Tərsinə, yəni ki, vaxt var idi, o vaxtı işıqlar söndürürdülər. Gün ərzində 1-2 saat işıq verirdilər. Biz çıraq işığında, yəni çıraq işığında dərs keçir. Anam gecə yarı ayılıdı, deyirdi ki, bəsdir, get yat. Yəni bu öz içimizdə var idi. Məsuliyyət hissi o zamanlar. Bəli. Nə gözəl. Bəs 2000-ci illərdə siz artıq təhsilinizi bitirirsiniz və işə başlayırsınız. Tikinti sahəsində bir xanım olaraq hansı çətinliklərə rastlaşdınız? İstər belə deyək də o sahədə olan insanlarla kommunikasiyada, istər müştəriləri belə deyək xanım olduğunuz üçün, xanım memar olduğunuz üçün əlavə bir səbəblər gətirmək lazım idimi? Necəsə razı salmağa ehtiyac duyurdunuzmu, yoxsa güvən, inam öncədən var idi? Bilirsiniz, indi biraz azalıb, amma bu davam edir. Yəni ki, əgər mən qadın yox, kişi olsaydım, məni daha tez eşidəcəkdilər. Bunu bir neçə dəfə də müşahidə etmişəm. Hətta biz bunu ofisdə müzakirə etmişik. Necə olub? Məsələn, mən tək gələndə bir memar kimi sahəyə, ustalar məndən fərqli danışırdılar. Demirəm ki, hörmətsizlik edirdilər. Amma məsələn, bizim baş memarımız var, 45 il təcrübəsi var. Yəni, mən universitetə gedəndə o artıq işləyirdi. O gələndə inşaata, onunla biz qıraqdan müşahidə edirik, tamamilə başqa cürə danışırdılar. Hardasa bu bizim beynimizdə hələ həkk olunub ki, kişi xeylağı
bu kişi işidir ya da ümumiyyətlə kişi xeylağı daha yaxşı bilir. Qadın nə başa düşür. Hətta belə sosial şəbəkələrdə, şərhlərdə belə məni tanımadığı insanlar əvvəlcə təzə çıxış edəndə dedilər ki, get yeməyi bişir, get mətbəxdə qab yuyu və s. və ilaxır. Baxmayaraq ki, %100 dediklərim mühəndis tərəfdən, yəni mən inşaat mühəndisiyəm. Hamısı əlbəttə ki, oradan buradan götürmə deyildi. Mənim həm biliyimə əsasən o dövrdə oxuduğum universitetdə, həm təcrübəmə əsasən olan çəkilən bir balaca bir risklərdir. Bəs o stereotiplər belə deyək də, sizi əksinə motivəmi edirdi, yoxsa demotivəmi edirdi bu iş prosesində olan ki, güvənsizlik, inamsızlıq belə deyək də və eyni zamanda hər dəfə tikinti sahəsində gedərkən yaşadığınız çətinliklər? Nə demotivasiya edirdi, nə də motivasiya. Mən o qədər özümə inanıram. Hər zamanda ancaq göydəki Tanrıya və özümə güvənirdim. Heç kimdən gözləmirdim. Nə kömək, nə düşünürdüm ki, kimsə mənə kömək etsəydi bəlkə daha yaxşı olardı. Ya kimdənsə oturub gözləmək ki, bəlkə mən bunu necə edim, kim mənə kömək edər. Ancaq özümə arxalanmaq. Ancaq və özümə inam. Bilirsiniz, məndə belə bir şey yoxdur ki, gözləyim kimsə gəlsin, yardım etsin. Dedim ki, o eləyirsə, mən də edə bilərəm. Eyni, 2 göz, 2 qulaq, 2 əl, 2 ayaq. Hərəkət edə bilirsinizsə, əgər kimsə nəyəsə nail olubsa, sən də ola bilərsən. Əgər bunu edibsə, yəni bunun həlli var, bunun yolu var. Sən də edə bilərsən. Ona görə də məni həyatda heç bir şey dayandırmır və sevirəm, bilirsiniz, nəyəsə başlayıramsa da mütləq onu axıra kimi çatdırmalıyam. Mütləq. Yəni şansımı da istifadə etməyə həmişə çalışıram. Bir dənə də stereotip var. Tam səmimi sizə deyim ki, sosial media üzərindən kənardan insanlar müşahidə edərkən ki, necə uğurlu bir xanımdır. Bu qədər gözəl layihələrə imza atıb bir memar olaraq bu belə deyək də nailiyyətləri var. Kimsə nəsə axtarır arxasında. Ya həyat yoldaşınızı axtarırlar, ya atanızı axtarırlar və ya sizə dəstək olmuş başqa bir kişi cinsində bir fərdi axtarırlar, belə deyək də. Bununla bağlı sizin fikriniz necədir? Çünki mən bilirəm ki, sizin hekayənizdə əlbəttə ki, sizi dəstəkləyən atanız olubdu, amma maddi baxımdan sizə bu biznesi yaradacaq bir dəstəkçi olmayıb və sırf sizin zəhmətinizin və əziyyətinizin nəticəsidir. İnanırsınız, mən firmanı quranda atam bir ildən sonra rəhmətə getdi. Böyük qızımın 12 yaşı var idi, kiçik qızımın 10 yaşı var idi. Özümə söz verəndə mütləq yerinə yetirirəm. Özümə söz verdim ki, mən həm evladlarıma dost olacam, həm nümunə olacam, həm dayaq olacam. Amma 17 yaşından böyük qızımı xaricə göndərdim. Aha. İnanarıq. Bilirsiniz, mən hər kəsə eşidirəm və qulaq asıram. Amma o demək deyil ki, analiz edirəm, amma qərarı özüm verirəm. Deyirlər ki, qız uşağıdır, xaricə bu yaşda, qoy burada oxusun, sonra magistra. Özü ilə mütləq də danışırdım. Yəni 10-cu sinifdə artıq deyirdim ki, sən həqiqətən də bunu istəyirsən. Müzakirə edirdik. Niyə? Yəni ki, sırf mənim qərarım deyil. Eyni də kiçik qızım isə 16 yaşında məktəbi bitirib və 16 yaşında o da xaricə oxumağa gedib. Ay maşallah. İkisi də qəbul olunub bu məktəbi bitirənə kimi və hər zaman onlara deyirdim ki, mən bu gün varam, sabah ola bilər ki, mən olmayacağam və siz həyatda çox güclü olmalısınız. Yəni nəinki hansısa bir sənət əldə etməlisiniz, həm də tək anasız hər şey idarə edə bilməlisiniz, bacarmalısınız. Yəni özünüzü, öz həyatınızı idarə etməyə bacarmalısınız. Yeni insanlarla, yeni mühitdə, heç bir kompleks olmadan, sərhəd olmadan ünsiyyət qurmağa bacarmalısınız. Həm də insanları tanımalısınız. Yəni ki, özünüzü qorumaq, kim həqiqətən də dürüsttür, kim isə dürüst deyil. Ana kimi həmişə daima yanlarındayam. Amma bilirsiniz ən vacib nədir? Peşəsindən, həyat tərzindən, necə gördüyündən asılı olmayaraq necə var evladlarımı qəbul edirəm və sevirəm. Maşallah və evladlarınız da sizi bariz nümunə götürərək bilirəm ki, biri Danimarkada yaşayır, digəri Türkiyədə yaşayır. Bəli. Hər ikisi də memarlıq sahəsindədir. Bəli, ikisi də işləyirlər. Aha, və hər ikisi də
öz ölkələrinin, belə deyək də, olduqları ölkələrin ən qabaqcıl şirkətlərində çalışırlar və Bəli. bu da göstəricidir ki, siz özünüz necə ki, bu qədər çalışqan olmusunuz, övladlarınıza da bunu aşılamısınız. Bu çox gözəl bir uğurdur. Demək olar ki, heç yadıma düşmür o çətin zamanlar. Sadəcə olaraq bəzi videoları qabağıma çıxdı, köhnə videoları qızımla bir yerdə, kiçik qızımla bir yerdə baxırdım və çox duyğulandım və ağladım. Yəni 10 il öncə mən özümü gördüm. Biz videonu müşahidə edəndə, baxanda, yəni 10 il bundan qabaq deyirsən özünlə qürur duyursan. Yəni 10 il bundan öncə sən heç ağlıma gətirə bilərdin ki, sən indi nələrə nail olacaqsan. Yəni biz artıq universitetləri xaricdə bitirmişik, ingilis dilində ikisi də oxuyublar. Tək, heç kimsəsiz. Yəni bizim həyatımızda həmişə seçim var. Yəni o seçimdən asılı olaraq sənin həyatın gözəl olacaq. Yəni ki, o da nisbidir hər şey həyatda. Bəli, bəli. Yəni istədiyin kimi axırda necə düşünürsənsə seçimindən asılıdır. Sən kim olmaq istəyirsən bu həyatda? Əgər sən böyük bir arzuların var və ona doğru gedəndə düzgün addımlar və seçimlər edirsən və özünə inanırsansa, səni o yolundan heç kim döndərə bilmirsənsə, sən mütləq ora çatacaqsan. Amma o yekun nöqtə olmamalıdır. Sonra başqa bir Məqsəd o. arzu bəli. Çünki arzular bitəndə insan artıq həyatı da bitir. Və görsənir ki, siz də mütəmadi bu belə deyək, yolunuzda arzularınız və məqsədləriniz olubdur ki, bunlara da irəliləmisiniz ki, özünüz belə fərqində olmamısınız ki, mən bu nailiyyətlərə gəlib çatmışam və özümlə fəxr etməliyəm və nə gözəl ki, övladınız bunu sizə xatırladıbdır. Ümid edirəm ki, indi artıq bunu həyatınızda tətbiq edirsiniz və daha fərqindəsiniz bu uğurlarınızın. Daim olaraq qızlarımla biz danışırıq, həm bir dost kimi. İnanırsınız, mən övladlarımdan da çox şey öyrənirəm. Onlar mənə həmişə mənim mənfi tərəflərimi də deyirlər ki, çünki mənfi tərəfsiz insan olmur. Daim olaraq çalışıram ki, o mənfi tərəflərim azalsın, müsbət tərəflərim çoxalsın. Nəysə bir nail oldum. Deyim ki, bir o qədər özümdən çox razı və deyim ki, belə lovğalana deyirəm ki, bax mən buna nail oldum, məndən yoxdur. O hissiyat yoxdur məndə. O hissiyat olsa irəli getmək olmayacaq. Yəni ki, nail oldum buna, lap yaxşı. Amma yenə də öyrənəcəyin, biləcəyin, edəcəyin o qədər bir şeylər var ki, getdikcə nə qədər çox sən biliyə sahib olursan, o qədər çox başa düşürsən ki, nə qədər sən az bilirsən. Yəni ki, bu memarlıq, nə ki memarlıq, hər bir şey belə bir ki, bu böyük bir dəryadır. Rəna xanım, mən sizi ilk öncə Instagram üzərindən kəşf etmişəm. Orada çox gözəl paylaşımlar edirsiniz. Mənə görə çox gözəl qatqınız var. Sırf memarlıq sahəsində olan Azərbaycan dilində verdiyiniz kontentlər olsun, paylaşımlar olsun, bir mütəxəssis olaraq yaratdığınız videolar olsun, mənim üçün çox dəyərlidir. Ümumiyyətlə bu fikir necə ağlınıza gəldi? İlk öncə pandemiya zamanı idi və mənim övladlarım o zaman tələbə idi. Və memarlar böyük auditoriyada çalışmalıdırlar və onların evdə kreativ insanlar sıxılırdı ürəkləri. Ona görə də düşünürdüm ki, nə etmək lazımdır ki, bunlar evdə olarkən, yəni bütün uşaqlar mənim övladlarımdır. Necə fayda verə bilərəm? Çünki mənim yanıma gələn tələbələri də görürdüm, çox sıxılırdılar. Müraciət edəndə amma icazə vermirlər axı çıxmağa. Ona görə də belə bir şey fikirləşdim ki, birinci cavan tələbələr üçün, sırf memar və dizaynerlər üçün onlayn təcrübə. Bəli, Onlayn baxmışam o təcrübə. videolarınızı 5 illik Bəli. YouTube üzərindən paylaşırdınız. Bəli, bəli. Düzdür, bilmirəm necə professional sadəcə olaraq götürürdüm, qoyurdum özüm uşaqlara deyirdim ki, bir balaca deyə özüm düzəldirdim. Buna da vaxt, zaman az idi. Necə olur olsun, yəni səmimi olaraq çəkilişlər aparırdı. Müəyyən bir etaplardan uşaqları da, memarları da cəlb edirdim buna. Sonra isə əlbəttə ki, insanların, yəni Instagramın çox məqsədləri var idi. Mənim məqsədlərim Instagramda nə üçün mən birinci Instagramdan başladım, Facebookdan yox. İnsanlara çatdırmaq ki, memarlar kimdir? Memarların qarşı münasibətlərini dəyişsinlər.
Sonra özləri yalançı memarlara görə sifarişlər alınmasınlar. Nədən memarın işi ibarətdir? Cavan tələbələrə bir nəsə bir bilik olaraq, düzdür, 1 dəqiqə çox çətindir onu 1 dəqiqə ilə nəsə çatdırmaq. Amma hər halda çalışırdım nəsə etmək və əlbəttə ki, bizim televiziyamızda yayımlanan bu proqramlar dedim ki, bizim cavanlarımızı uçuruma aparır. Mən bilmirəm, mən belə düşünürəm ki, yəni mənasız heç bir məntiqə uyğun olmayan ya da boş-boş insanın həyatını aparıb, yəni ki, hansısa bir skandallar ya bilirsiniz, bunların hamısını baxmaq o deməkdir ki, sən kiminsə həyatını yaşayırsan, öz həyatın yoxdur, sən başqa insanın həyatını yaşayırsan, sən yoxsan. Nəinki nədənsə baxıb bir faydalanmaq. Məsələn, bir balaca bir şeylər keçiririk, sadəcə olaraq müqayisə edirik hansısa bir binaları. Biz bunu nə üçün edirik? İnsanın bilmədiyi bilsin, hansı bizim binalarımız var, kim tikib. Bəlkə də tam demirik ki, özü biraz araşdırsın. Beynində həkk olunur ki, bax bunlar var, bunu yaradıblar, bu əsrdə olub və s. və ilaxır. Öz tarixini, yəni maraq doğursun. Yəni bu binaların arasında keçirilər. Məsələn, bir dənə ondan deyil, mövzularımız çoxdur. Və əlbəttə ki, bizim qadınlarımız. Yəni ki, qadınlara, bir də cavanlara motivasiya olaraq ki, mən dayanmıram, bir qadın kimi, xanım kimi çalışıram və hər kəs istəsə çox şey əldə edə bilər, nail ola bilər. Çox sağ olun. Mən də onu müşahidə edərək sizin paylaşımlarınızı, yəni həm memarlıq tərəfdən Azərbaycan memarlığını kəşf edirəm, eyni zamanda da o paylaşımlarda görsənir ki, bir vətəndaş olaraq da nə qədər qayğı ilə cəmiyyətə və gənclərə yanaşırsınız. Deyirlər ki, hər bir şəhərin memarlığı onun simasıdır. Bəli. Və sizin fikrinizcə Bakının siması, Bakının xüsusiyyətləri və ya xarakteri necədir? Bilirsiniz, ümumi birləşdirici bir elementlər var. Və bir tərəfdən də çox fərqlidir. Çünki ayrı-ayrı 4 belə deyək də tarixi zamanlar var. Yəni 17-ci, 18-ci əsrə qədər, sonra 18-ci, 19-cu əsrlər, sonra 20-ci ildən sonra Sovet vaxtında və tam müstəqil Azərbaycan dövründə. Və bunlar bizim burada xalqımızın belə deyək, bizim bu torpaqlarda yaşadığımız babalarımızın bilikləri və savadları və onlardan necə istifadə ediblər. Sonra isə mesenatların öz torpağına və öz xalqına sevgisi, yəni həm memarlığa pul yatırırdılar, həm də insanların biliklərini artırmağa çalışırdılar. Yəni ki, cavanları xaricə göndərərkən. Amma sizə bir şey deyim. Tarix, təsəvvür edin ki, bu memari abidələr yox idi. Necə biz tariximizi sübut edə biləcəkdik? Bir də memarlığın zənginliyi insanların maliyyə şeyini göstərir. Yəni maliyyə stabilliyinin, maddi vəziyyətinin göstəricisidir. Bəli, maliyyə vəziyyətini göstərir. Yəni ki, bütün cəmiyyətin maliyyə vəziyyəti. Yəni kasıb olarkən nədən hildən evlər tikəcəklər, düzdürmü? Bəli. Amma gözəl bir şeyləri həyata keçirmək üçün istəyir yaxşı bənnalar, ustalar o vaxtı, istəyir o vaxtın memarları. Bunun üçün əlbəttə ki, bir ölkə kimi sən zəngin olmalıydın. Hər şey bizi, ətrafımızı əhatə edən hər şey memarlıqla bağlıdır. Yəni, harda biz istirahət edirik, harda biz oxuyuruq, harda biz yaşayırıq, harda biz xəstəxanalar belə, hər bir şey yoldur, harda biz gedirik. Bunlar hamısı memarlıqdır və memarlığın əsas faktoru insan faktorudur. Yəni nə yaradırsa insan üçün yaradır. İnsan da təbiətin bir parçasıdır. Ona görə də
bizim fəlsəfəmizdə, firmamızın fəlsəfəsi və şəxsən özümün də qayğıkeşlik, təbiəti qayğıkeşlik. Çünki insan təbiətin Parçasıdır. bir parçasıdır, bəli. Bir xanım lider olaraq, bir gözəl nailiyyətləri olan, həm ana, həm övlad, həm memar olaraq bizi izləyən xanımlara nə kimi mesajınız var? Düşünürəm ki, xanım orada olmalıdır. Harda onu sevirlər, harda ona hörmət bəsləyirlər, harda o özünü xoşbəxt hiss edir. Çünki hər şeyin önündə ana, xanım, bacı, yəni ki, sən necə öz evladlarına nümunə olacaqsan, yəni sən ana xoşbəxt olmasan, sənin evladların heç vaxt xoşbəxt olmayacaq və ən birinci də sənin evladların üçün, sənin sevdiyin insanlar üçün sənin xoşbəxtliyin vacibdir. Sən xoşbəxt olmalısan ki, sənin uşaqların səndən bunu görüb, yəni xoşbəxt olmaq, necə bacarmaq lazımdır ki, onlar da xoşbəxt olsunlar. Ən vacib odur ki, siz özünüzü xoşbəxt hiss edəsiniz. Xoşbəxt hiss etmək üçün də nə etmək lazımdır? Hansısa sevimli işinizlə məşğul olmaq, özünüzü realizə etmək, özünüzlə qürurlanmaq. Hər dəfə güzgüyə baxıb demək ki, həqiqətən də mən daxilən varlıyam, zahirən yox. Onda zahirən də gözəl olur. Mən heç kimə möhtac olmadan, yəni ki, heç kimdən bir kömək istəmədən özüm ayaqda dura bilərəm. Bizim bir sualımız da var ki, hər bir qonağımıza veririk. Bu günləri 16 yaşlı Rənaya məktub yazsaydınız, ona nələr yazardınız? Yazardım ki, hər şey yaxşı olacaq. Amma ən çətin vaxtlarında belə o çətinliklər keçəcək və sən onları heç yada salmayacaqsan. Ən çətin, ən ağır və bəlkə də sənə bəlkə də hələ gələr ki, ən belə çıxılmaz vəziyyətdə çıxış var, olacaq və hər şey gözəl olacaq. Sən istədiyindən də gözəl olacaq. Nə gözəl, çox gözəl bir mesajdır. Rəna xanım, çox sağ olun. Öz hekayənizi bizimlə paylaşdığınız üçün, mənim üçün çox maraqlı idi və inanıram ki, bizi izləyən izləyicilər üçün də çox maraqlıdır və ən əsası yenə də müşahidə etdim ki, bu uğurun arxasında əziyyət, zəhmət və çalışqanlığınız durur. Bununla da bağlı sizi təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə və lap xoşdur ki, xanımla söhbət aparıram. Xanımlar məni dəvət edir və izləyicilərimin çoxsu da xanımlardır. Nə xoş mənə. Bizdən isə bu qədər. Növbəti Aura İlhamlandırır podkastında hər birinizi gözləyirik. Gələn görüşlərədək hələlik.